Əziz izləyicilər, qarşımda gördükləriniz enerji içkiləridir. Siz heç düşünmüsünüzmü ki, niyə televiziyalarda, internetdə müxtəlif blogerlər, müğənnilər, aktyorlar, hətta idmançılar belə bu enerji içkilərini təbliğ edirlər? Niyə hər yerdə bu içkilərin reklamı gedir? Başqa bir sual da verim sizə. Niyə Azərbaycanda son dövrlər ağır xəstəliklərin sayı getdikcə artır? Heç bunun səbəbini düşünmüsünüzmü? Azərbaycanda uşaqdan tutmuş böyüyə kimi hamı bu içkiləri içməyə vərdiş edib. Güya bu içkilər hər bir vətəndaşa güc, enerji, stimul verirmiş. Sözüm odur ki, ey əziz dostlar, siz çaynikdən qaynadılmış su içsəniz daha sağlam, daha uzun ömürlü olasınız.